gəlin. Sən yenə nə planlaşdırmısan? Bunu siz daha yaxşı bilərsiniz. Mən siz deyən eləyirəm də. Ağlıma gəlməzdi ki, belə asanlıqla həll eləyəcəksən. Elə bilirdin, mən heç nə eləyə bilməyəcəm? Bu işdə sənin əlin var? Başa düşmədim, sən nə haqda danışırsan? Qumru haqqında. Əgər bir hiylə fikirləşmisənsə, səni də aradan götürməyə məcbur olacağım, əziz dostum. Xala, niyə mənə inanmırsınız? Onsuz da burada heç kimi tanımıram. Bura bax, ağılsız qız. Sən nə danışırsan? Dostum, bıçağı aşağı sal. İki əlini də qaldır. Dedim, bıçağı aşağı sal. Bura ver görüm. Bayaq şir kimi içəri girən şöhrət, indi qorxa-qorxa çıxdı. Oğru hər kimdirsə, bizdən uzaqda deyil. Nəyə əsasən belə deyirsiniz, hə? Nə lazım olub, nə lazım olmadığını mənə öyrətmə. Hey, mən bilmirəm. Necə eləyirsən elə? Ona yeməyi ver, eşitdin? Necə yəni, niyə yemir? Mənə yaxşı qulaq as. Əgər ona nəsə olsa, mən səni öldürəcəm. Su içir. Hey, belə getsə o öləcək. Qulaq as. Niyə iş başında deyilsən? Mən bildiyimi eləyirəm. Atan tapşırıb. İndi getməsən, atana zəng eləyəcəm. Deyəcəm işləmirsən, çıxıb telefonla danışırsan. Xəbərçi. Ata, Qumrudan xəbər var? Yoxdur. Polisə xəbər vermisən, hə? Hə, vermişəm. Onu axtarırlar. Qumru yoxa çıxmazdan əvvəl hansısa naməlum nömrədən ona zəng gəlib ata. O nömrəni araşdırırlar, hə? Heç bir xeyri yoxdur. Bir yaşlı adamın telefonundan zəng eləyiblər. Bu kim ola bilər, hə? Ata, xahiş edirəm, onu tapaq. Nə olar? Qumrunu tap, ata. Artıq bu ayrılığa dözə bilmirəm, ata. Nə olub? Başa düşdüm. Onun nə işi var? Nədir? Şəhəri satın alıb? Adı Manaf bəy idi. O kimdir axı, hə? Tez ünvanını öyrən, mənə göndər. Hər şey yaxşıdır. Bir-iki dələduz ortaya çıxıb. Ata, sən onları unut. Birinci növbədə Qumrunun məsələsini həll eləməliyik. Cəfər, səndən xahiş edirəm. Mənim başqa işlərim də var. Ata, sən iş deyirsən. Kim bilir, indi Qumru orada nə haldadır, ata? Manafın ünvanını göndərdilər. Mən getməliyəm. Sən maşından düş. Nə? Ata. Dedim, polisə xəbər verdim. Onları özləri axtarıb tapacaqlar.
Yaxşı. Onda mən də səndən gedirəm. Düş oğlum, mənim əsəblərimlə oynama. Ata, xahiş edirəm. Bəsdir məndən körpə uşaq kimi rəftar elədin, xahiş edirəm. Bu nə vaxta kimi davam eləyəcək? Yaxşı. Oldu. Neyləmək istəyirsən? Mən çox düşündüm. Başqa çıxış yolum yoxdur. Səni öldürmək istəyirəm. Yox, yox, xahiş eləyirəm, yox. Ata, çox şükür sağ-salamatsan. Çox narahat idim. Mən neçə dəfə zəng elədim, telefonuna zəng çatmadı. Elə bildim ki, sənin başına nəsə bir iş gəlib. Ata, yaxşı ki salamatsan. Hə, telefonunu ver, onun söhbətlərinə qulaq asaq. Telefon yoxdur oğlum. Niyə? Nə olub ki? Manav hər şeyi bildi. Bu necə oldu, Əgər o hər şeyi bildisə, sən necə onun əlindən qaça bildin? Qaçmadım. Özü məni buraxdı. Başa düşmədim. Hər şeyi bildisə, səni necə sərbəst buraxdı? O dedi ki, bir məsələni yadımda saxlayım. Nəyi? Dedi, gün gələcək, onsuz da səni öldürəcəm. Necə? Dedi, xəyanətini bağışlamayacağam. Ata, bunu hələ zaman göstərəcək. Biz ondan qisasımızı alacağıq, ata. Yaxşı oğlum, gedin biraz dincəlim. Yenə bu haqda fikirləşərik, yaxşı? Yaxşı, oldu, ata. Manav bəy, Manav bəy. Hə, Cəmşid, necəsən dostum? Hə, axtarıram da, axtarıram. Allah qoysa, yaxşı bir qız tapsam, bu il evlənəcəm. Söz verirəm. Sənə birazdan zəng eləyərəm, dostum. Axı bizim məhəlləmizdə belə bir qız yox idi. Görəsən harda yaşayır? Sakit olmaq lazım idi, bildin? Bax belə. Mənim küçədə bir-iki işim var. Onları həll eləyib gələndən sonra kəndiri açacağam, narahat olma. Ehtiyatlı olmaq lazımdır. Buradan qaçıb getsən, mən dəqiq məhv olaram. Ona görə belə eləməyə məcbur oldum. Məndən incimə, yaxşı? Yeri gəlmişkən, sənə nəsə lazım olsa, küçənin başında dükan var. Özün gedib alarsan, yaxşı?
Manaf bəyin evi buradır. Ha, deyəsən budur. Amma məncə evə baxanda Manaf bəy yox, elə Manaf da demək olar. Ha, qapını döyüm. Hə, döy. Qapı zəngi də var. Hanı? Odur. Ha. Salam əleyküm. Buyurun. Əleykümə salam. Bura Manaf bəyin evidir. Hə, düz gəlmisiniz. Əslində evə baxanda biz ona Manaf bəy yox, elə adi Manaf da deyə bilərik, hə? Cəfər, Hə. sus. Sus dedim. Başa düşdüm. Yaxşı atam. Onu bura çağıra bilərsiniz. İndi evdə deyil. Zəng eləyin, soruşun görək. Nə vaxt gələcək? Yox, zəng eləyə bilmərəm. Onda telefon nömrəsini verin, özüm zəng eləyim. Yox, bu qadağandır. Nədir o? Nadir tapıntıdır. Niyə məsələni uzadırsınız? Nömrəni verin də. Cəfər, bəsdir. Yaxşı ata, oldu. Bağışla. Mən heç nə demədim. Bağışlayın. Bəs biz neyniyək? O boyda yol gəlmişik. İndi geri qaydaq. İstəyirsiniz gözləyin. Burada Yəqin qonağı küçədə qoymazlar da ata. Yaxşı. Keçin içəri, bir sadə evə qaydar. bu başqa məsələ. Buyurun. Çəkil. Bağışlayın, gözəl qız. Bir dəqiqə sizə olar? Salam əleyküm. Əleyküm salam. Necəsiz? Sağ olun. Sizi bu məhəllədə birinci dəfədir görürəm. Harda yaşayırsınız? Yoxsa bura qonaq gəlmisiniz? Yekə kişisiz. Nədir mənə söz atırsınız? Düzdür, yaşım 30-dan artıqdır, amma hələ evlənməmişəm. Düzünü desəm, ürəyimə yatan qız tapa bilməmişəm. Amma sizi gördüm, çox ürəyimə yatdınız. Belə sözlər danışmağa heç utanmırsınız? Bir dəqiqə dayanın, heç olmasa adınızı deyin. Gözləyin, gözəl qız. Ey, gözəl qız. Hə, buradayam, burada. Gördüm. Salam əleyküm. Əleyküm salam. Necəsiz? Yaxşıyam, sağ ol. Sizdən qumru haqqında soruşmaq istəyirdim. Ona görə sizi çağırmışam. Hə. Düzünü desəm, Humayun, indi mənim üçün çox çətindir. Qumrunu öz qızım hesab eləyirdim. Yaxşı, Arzu xanım. Mən onu tapmayana qədər sakitləşməyəcəm. Deyin görüm, Qumru axırıncı dəfə evdən çıxanda kimlə danışdığını sizə dedi? Bunu soruşmaq istəyirdim. Yox, düzü mən heç fikir vermədim. Yaxşı, bəlkə qonşularınızdan kimləsə problemi var idi? Yox, yox, yox. Heç kim ona pis gözlə baxmamışdı ki, bəlkə ona qarşı kimsə kobud hərəkət eləmişdi, kimsə onu izləmişdi. Yox, yox. Hə, mənim bir qonşum var idi. Aha. Düzdür, ona açıq heç nə deməmişdi. Amma bilirdim ki, Qumruda gözü var. O kimdir? Mənə göstərin, xahiş eləyirəm. Göstərə bilərsiniz?
İnanmıram. O bunu eləyə bilməz, yox. Hə, o bunu eləməz. Heç vaxt eləməz. Aydındır. Xahiş edirəm, onu mənə göstərin, nə olar. Alo. Hə, mən onu axtarışa verdim. Bilmirəm. Hələ axtarmağa başlamayıblar. Sadəcə səthi araşdırma gedir. Yox, birinci növbədə mən Yunisi tapmalıyam. O telefona cavab vermir. Deməli, 100% burada nəsə var. Hə, yaxşı, oldu. Salam əleyküm. Salam aleyküm. Əleyküm salam. Necəsiz? Buyurun, əyləşin. Bağışlayın, sizi tanımadım. Rayonunuzda dükan, bazarın yanında dükanlar tikan sahibkaram. Hə, deməli belə. Əslində evinizə gəlməzdən əvvəl dedim sizi ofisimizə çağırsaq yaxşı olar. Amma mənim atam çox təvazökar adamdır. Hə, ata? Cəfər, Hə. oğlum sən get maşında otur. Oğlan, məni ofisinə çağıran adam hələ anasından olmayıb. Cəfər, tez ol. Yaxşı da. Salamat qalın. Mümkünsə tez əsas mətləbə keçin. Mənim hələ başqa işlərim də var. Yaxşı. Qısası, hər nə olursa olsun, sizin rayonunuzda dükan açmaq fikrindən dönməyəcəm. Müqavimət göstərməyinizin heç bir xeyri yoxdur. Burada şərti mən qoyuram, siz yox. Məqsədiniz puldursa, pulunuzu alacaqsınız. Məsələ pulda deyil, qardaşım. Məsələ qürurdadır. Əgər pul olmasa, qürurunuzla uzağa gedə bilməyəcəksiniz. Dostum, belə eləməyin. Siz ədəbli adama oxşuyursunuz. Siz öz yolunuzla gedin, mən də öz yolumdan gedim. Hə, bizim rayonumuzda çoxlu bədbəxt hadisələr baş verir. Gəlin, elə eləyək, açdığımız dükanlarda yanğın baş verməsin, ya da nə bilim, külək onları uçurtmasın. Hər halda bunlar təbii hadisələrdir, bilmək olmur. Dostum, əgər açıq desəm, mən bu səviyyəyə birdən-birə gəlib çatmamışam. Həyatda nə qədər çətinliklər görmüşəm. Mən heç vaxt təslim olmuram. Əgər mən malıma az da olsa zərər dəydiyini görsəm, sakit oturmayacam. Bunu kimin elədiyinə baxmayaraq. Biz də heç vaxt təslim olmuruq. Sadəcə, siz özünüzdən müğayət olun. Artıq yaşımız keçib, canımızın qeydinə qalmalıyıq.
Dayanın, xahiş eləyirəm. Bir dəqiqə gözləyin də. Xahiş eləyirəm, gedin. Nə? Elə bu dəqiqə gedin. Niyə? O qadını görürsüz? Hə? Kimdir? Ananızdır? Yox. Onda niyə qorxudan rənginiz ağardı? İstəyirsiniz gedim danışım. İndi sizə görə məni danlayacaq. Dayanın, gözləyin. Bir dəqiqə. Ananızla danışaram. Dayan. O oğlan kimdir? Bilmirəm, bayaqdan arxamca düşüb. Salam əleyküm. Aleyküm salam. Nəyə görə qardaşım qızının arxasınca düşüb ona söz atırsan? Ona söz atmadım. Düzünü desəm, qardaşınız qızından çox xoşum gəldi. Hə, görürəm, çox cəsarətli oğlansan. Elədir. Niyyətin ciddidirsə, onda elçilərini göndər. Hər şey həll olunar. Yaxşı. Xala, mən hələ razı olmamışam. Səndən soruşan yoxdur. Bildin? Mən əşya deyiləm, istədiyiniz vaxt götürüb satasız. Tez ol, içəri gir. Özüm bilirəm nə etmək lazımdır. Yaxşı. Sən elçilərini göndər. Baxarıq. Yaxşı. Çox səmimi söhbət elədik. Sizdən yaxşı həm söhbət çıxar. Hə, ata. Ata, bax indi bu adam fəxrlə hamıya danışacaq ki, Qasım bəylə yaxşı söhbət elədim, hə? Oğlum. Nədir? Sən uşaq vaxtı yıxılmısan, başın bərk yerə dəyib? Hey, Cəfər, sənə nə demişdim? yaxşı ata, bağışla. Yaxşı, biz getdik. Hə, yeri gəlmişkən. Mənim yanıma göndərdiyiniz adam gözümə dəymədi. Qabili deyirsiz? Şirkətin işlərini görür. Hə, bilirsiniz, o mənim bir işçimin xalasının əridir. İşçim dediniz? Hə, qumrunu nəzərdə tutur. Qumru? Hə. Əgər Qumru sizin yanınızda işləyirsə, Humayun da orada olmalıdır. Yaxşı, biz gedək. Gözləyin. Qumrunun yanında bir oğlan görməmsiz ki? Məsələn, işdən kənarda. Yox. Qumru oğlanlarla söhbət eləyən qız deyil. Hə, elədir. Onda hardadır? Kim? Hə, oğlum. O evdən çıxıb gedib.
nə telefona cavab verir, nə də gəlib hal-əhval tutur. Qumru şəhərə gedəndə o da buradan çıxıb gedib. Onu axtarmağa getmişdi. Onun adı Humayun değil ki. Hə, Humayundur. Siz onu tanıyırsınız? Ha, Hə də, o əlimizin altında işləyir. Əlbəttə tanıyacağıq. Başa düşdüm ata. Humayun çox yaxşı oğlandı. Ona yaxşı tərbiyə vermisiniz. İndi bizim şirkətdə yüksək vəzifədə işləyir. Siz yaxşı insana oxşuyursunuz. Oğluma iş vermişsiniz. Bu fikrinizdən daşının. Dükkanınızı başqa yerdə açın. Sizin xətrinizə dəymək istəmirəm. Bu, ikimizin arasındakı rəqabətdir. Bu işə Humayunu qarışdırmayaq. Belə daha ədalətli olacaq. Deməli, Humayun həmin yerdədir. Sizin mənim həyatımla bağlı qərar verməyə heç bir haqqınız yoxdur. Niyə yoxdur? Mən sənə ikinci həyat bəxş eləmişəm. Bəsdir də, xahiş eləyirəm. Mənə minnət eləməyin, nə qədər olar? Həmin vaxt siz olmasaz da, başqa adam mənə kömək eləyəcəkdi. Özünü kim hesab eləyirsən, hə? Sənin xeyrini fikirləşib dedim. Məyər bir ailənin gəlini olmağının nəyi pisdir? Sizin qızınız olsaydım, qarşınıza çıxan adama ərə verərdiniz? Mənim qızım sənin kimi bütün ölkələri gəzib ortalıqda dolaşmazdı. Aldadıldığımı bilə-bilə bu sözləri deyir sizə. Elədir. Həm də bu oğlan Türkiyədə onun bunun əlində gəzdiyini bilsə, onda fikrindən dönəcək. Mən o oğlanı tanımıram. Onun fikri mənə ümumiyyətlə maraqlı deyil. Dilin yaman uzanıb, ha? Sən hələ bir gözlə. Görəsən neyniyim, hə? Onu harda axtarım? Hardasan sevər?
Alo, Yunis? Hardasan? Niyə telefona cavab vermirdin? Sakit ol, sakit ol. Özünü ələ al, sakitləş. Yerinə otur, yaxşı? Dayan görüm. Sən yerimdən durduğumu hardan bildin, hə? Sibilə qalasan. Alo. Dostum, dedim axı, işim var idi. Sən sualıma cavab ver. Ayağa qalxdığımı hardan bildin? Hə? Hardan? Dostum, mən sadəcə... Saxla, saxla! Gözlə! Niyə qaçırsan? Dostum, çox əsəbi görünürsən, Fərhad, sonra danışarıq, olar, hə? Severanı! Hansı Severaqda danışırsan? Yunis, sən mənim səbrimi sınama. Bir də soruşuram Severanı. Sevər kim deyə mən bilmirəm. Yunis! Fərhad, yenə deyirəm, hansı Sevər haqqında danışırsan, dostum? Əgər indi yanımda olsaydın səni vurub öldürərdim. İnan mənə. Allaha şükür ki, sənin yanında deyiləm. Sevər də sevər. Ulduzun bacısı sevər. Tanıdın? Bildim. Qoy əri ona görə narahat olsun da. Sən niyə narahatsan ki? Mən niyə narahat olmalıyam ki? Yunis, sən qəsdən mənim əsəbimlə oynayırsan? Bəs sən özün necə? Hə? Mən hardan bilim Sevər hardadır? Biraz ağlını işlət də. O nəyimə lazımdır axı? Onda niyə evinə getmirsən? Hə? Bax, bu mənim öz işimdir. Kim bilir, bəlkə başıma bir iş gəlib, bir problemim var, hə? Yaxşı. Yunis, gəl görüşək, rahat oturub söhbət eləyək. Bugün işlərim çoxdur, Fərhad. Qulaq as yaramaz. Sənin bu qəribə hərəkətlərin mənim xoşuma gəlmir. Oldu da, oldu. Yaxşı, onda axşam görüşərik. Yox, nahardan sonra görüşək, oldu? Hə, yaxşı, nahardan sonra. Mən telefonu söndürürəm. Yunis! Mən əminəm, Yunis. Bu işdə sənin əlin var. Nəsə olub? Niyə titriyirsən? Ustad. Alo. Təcili yardımdır? Hə, bizdə bir xəstə var. Ünvanı yazın. Dələgüzar küçəsi, 67-ci ev. Hə, yaxşı. Yox, o qədər də qorxulu deyil. Gəlin. Nəsə oldu?
Qumru hardadır? Ata, Bayaq özün elə aparırdın ki, elə bil bu dünyada səndən rahat adam yoxdur. nədir? Onu fikirləşməkdən dəli olmalıyam? Onu sevirəmsə, bu o demək deyil ki, bütün günü onu fikirləşərək yaşamalıyam. Cəfər, and içirəm. Əgər Qumrunun yoxa çıxmağında az da olsa əlin olsa, bunu dəqiqləşdirsəm, səni bütün mirasdan məhrum eləyəcəm. Lazım gəlsə, səni evdən də çıxardacam. Heç nəyin qalmayacaq. Məni başa düşdün? Başa düşdüm. Narahat olma ata. Mənim heç bir əlaqəm yoxdur. Mən narahat deyiləm. Sən özündən ehtiyatlı ol. Ay kişi. Ay kişi. Niye belə eləyirsən? Git kızına derman al getir. Ne olur ona derman al getir. Yoksa ölecek görmürsen. Kızın ölecek. Hə, sən niyə orada dayanmısan? Gəl, otur. Çayını iç. Yox, sağ olun. Nəsə sözün var idi? Hə. Mən getmək istəyirəm. Hara getmək istəyirsən? Bilmirəm. Fikirləşirəm, bəlkə yenə öz evimə qayıdaram. Artıq böyük qız olmusan. Səni qəbul eləyərlər? Küçədə qalıb acından ölməyə də razıyam. Artıq minnətli çörək yeməkdən bezmişəm. Deməli belə. Bu da mənə sağ olundu. Yaxşı, artıq gecdir. İndi getmə. Biri evdən çıxıb gedib, işsiz tozsuz yoxa çıxıb. Sən də bir tərəfdən mənə problem yaratma. Səhər açılsın, sonra gedərsən. Sağ olun. Necəsən Fərhad? Sən necəsən? Serial Space televiziyasının sifarişi ilə dublaj olunub. Sənə elə əziyyət verəcəm ki, doğulduğuna peşman olacaqsan. Yerindən qalx, həyətdə qaçıb 30 dəfə dövrə vur. Ustad. Dur dedim. Zibeydə Fərhada hər şeyi danışsa necə olacaq? Ondan sonra Fərhadla münasibətlərim tamamilə pisləşə bilər. Dəqiq məni öldürmək istəyir. Bəsdir. Sən daha ona işləməyəcəksən. Hər şey qaydasına düşməyənə qədər heç yerə getməyəcəksən. Mən risk eləyə bilmərəm. Xəbəriniz varsa, sizin idarədə işləyən vətəndaş Qumru Yoldaşova itkin düşüb. Hə, xəbərimiz var. Bu məsələ ilə bağlı bir-iki sualım olacaq. İçəri girsəm olar? Fərhad gəlsə, vəziyyətin heç yaxşı olmayacaq. Bunu bilmirsən? O gəlməyəcək. İçəri girim, hər şeyi başa salacağam. Manafın əlindən xilas olmaq üçün sənə yalnız mən kömək eləyə bilərəm. O icazəsiz otağa girib. Dedim axı ağlayırdı, təsəlli verməyə gəldim. Manaf, səni onun yanında görsə, başımıza iş aça bilərik oğlum.
Dəli olmusan? Mən hardan bilim axı? Onunla yatıb durmuram ki. Hey, danışığına fikir ver ha. Bıçağa çox baxmaq yaxşı hərəkət deyil. Yaxşı.